Bilirsiniz, Macron çox danışır, ancaq işə gələndə ondan hərəkət heç zaman olmayıb və düşünürəm ki, olmayacaq da. Onun 2 il prezident kürsüsündə oturmaq vaxtı var və nəzərə alınsa ki, onların parlamentində onun mövqeyi olduqca zəifdir. O öz gələcəyin, yəni cavan siyasətçidir, onun içində 42-43 yaşı var. Bu gedib indi təqaüddə oturmaq niyyətində deyil və Avropada hansı bir liderlik funksiyasını boyuna çəkmək istəyindədir. Və ona görə onun bu vırnıxmasının əsas məqsədi budur. Danışsın, hamını öz başına toplasın. Nə hansı bir hərəkata çıxanda isə baxın, real olaraq Fransanın Ukraynaya maliyyə dəstəyi Norveçin maliyyə dəstəyindən azdır. Bunlar əlin cibinə atmağa simicliyi gəlir. Ancaq Avropanın hesabına, indi ağzı dolu Berlində danışırdı ki, Berlində deyirəm, Londonda o görüş, yəni Zelenskinin Trumpla görüşündən sonra toplanmışdı orada. İndi Britaniya orada dedi ki, biz indi təxminən 3 milyard avro civarında əlavə Ukraynaya yardım edəcək. Fransa ağzını açdı mı? Bir söz dedi mi? Dedi. Dedi ki, biz Avropada bir 100 milyardlıq fond yaradacaq ki, Ukraynaya dəstək vermək üçün. Ancaq Fransanın özünün hansı bir maliyyə dəstəyi, əlavə silah göndərməsi ilə bağlı bir kəlmə də danışmadı. Budur mahiyyət. Ona görə indi durub ağzı dolu ki, ABŞ gedir, biz özümüz burada indi Avropanın silahlı qüvvələrini formalaşdırmalıyıq. Bəli, Fransanın demək olar ki, hərbi sənayesi o bir Avropa ölkələrlə müqayisədə xeyli inkişafdadır, yəni o potensialı mövcuddur. Bu həm peyklərlə bağlı, yəni aviasiya ilə bağlı, bunun sualtı gəmiləri də var. Yəni nüvə silahı mövcuddur. Ancaq onu tirajlamaq imkanında deyil. Yəni 200-ə yaxın bunun nüvə başlığı var. Rusiyada isə nüvə başlıqların sayı 10 mindir. Bu indi gəlib kimlə ayaq uzatmaq istəyindədir? Neysə. Rusiya cavab verdi. Rusiya dedi ki, biz bu açıqlamanı təhdid olaraq görürük. İndi deyirlər bu cür cavab vermək. Ancaq Macron münaqişə başlayanda hər gün Putinə zəng edib başını təngə edirdi. Axırda Putin ümumiyyətlə onunla danışmaqdan dedi ki, daha mənə onunla birləşdirmir. Budur yanaşma. Ancaq indi hər bir problem mövcuddur. Yəni ABŞ prezidenti elan edib ki, o NATO çərçivəsində Avropaya, yəni onun təhlükəsizliyin təminatı ilə bağlı xeyli ABŞ-ın rolunu azaltmaq niyyətindədir. Yəni əslində quru qoşunların, aviasiyanı Avropa qitəsindən çıxartmaq fikrindədir. O ki, hesab edir ki, bugün və sabah ABŞ üçün daha vacib olan Sakit Okeandır, Atlantik Okean deyil. İndi bunun müqabilində Avropada gərək o təhlükəsizlik baxımından xeyli iş görməkdir. Bunun üçün onlara 3-5 il lazımdır və əslində indi baxmayaraq ki, Almanlar elə ki, bu məsələlərdə xeyli ölkədə qalırdılar. İndi 2-ci Dünya müharibəsinin fəsadı kimi. Ancaq gözlənilir ki, Almaniya bu 3-5 ilə öz hərbi sənayesini gücləndirəcək. Və fərq edir ki, bu cütlükdə yenə də söz sahibi kimi daha çox Almaniya çıxış edəcək.